Salam əziz müdavimlər, zəhmət olmasa diqqətlə qulaq asın. Veri 2, 3, 5, 6-lıq sayı sistemində bu ədəddən sonra gələn ədəd hansı olduğunu soruşur. Əvvəlcə 10-luq sayı sistemini yazaq. 235. Bilirik ki, ədəddən əvvəl və sonraki ədəd tapmaq üçün sonraki ədədi taparkən 1 əlavə edirik. Öncəki ədədi taparkən isə 1 çıxırıq. Qalır 234. Bu olur 10-luq sayı sistemi. Amma bizdən soruşur ki, 6-lıq sayı sistemində gəlin yazaq 2, 3, 5, 6-lıq sayı sistemində. Biz bunu 235 kimi oxuya bilməliyik. Niyə? Çünki 6-lıq sayı sisteminin ən böyük rəqəmi 5-dir. Ona görə biz bunu oxuyuruq 2, 3 və 5 kimi. Gəlin baxaq. 2, 3, 5. Bundan öncə gələn ədəd olur 2, 3 və 4. Hər bir rəqəm 6-lıq sayı sistemində var. Sonra gələn ədədi soruşur. Gəlin görə necə hesablanır? 2, 3, 5-in üzərinə 1 əlavə edirik. 5-in üstünə 1 gələndə eləyir 6. 6-lıq sayı sistemində bilirik ki, 6 yox. 6-lıq sayı sistemində rəqəmləri hansıdır? 0, 1, 2, 3, 4 və ən böyük rəqəmimiz isə 5. 6'dan 6'nı çıxırıq, yəni sayı sisteminin sahasını çıxırıq. 0, 1 yaddan. 3 üzərinə 1 gəlir 4, 2 olduğu kimi qalır. Deməli, 6-lıq sayı sistemində 2, 3, 5-dən sonra gələn ədəd 2, 4 və 0 olur. 2, 4, 0, 6-lıq sayı sistemi. Yəqin ki, aydındır.